Hörmətli audiovizual şura, yaşlı nəsil alçaldılır efirlərdə, sosial verilişlər adı ilə. Nə vaxtı onlara qarşı bir addım atacaqsınız? Evli kişini sevirəm, evli kişidən uşaq doğuram deyən müğənnilərlə bağlı nə vaxt addım atacaqsınız? Nə vaxt onlara şərait yaradan aparıcılarla bağlı addım atacaqsınız? Niyə addım atmırsınız? Mənim efirdə yayımlanmayan sözümə görə 6 saat Space televiziyasının efirini bağlamışdınız. Hansı ki, o fikirlər Space televiziyasının efirində getməmişdi. Öz sosial şəbəkəmdə paylaşdığım paylaşma görə siz, hörmətli audiovizual şura, Space-in yayımını 6 saat bağlamışdınız. Qərəzi qoyun kənara, baxın görün televiziyalarda nələr gedir. Nə qədər dəyərlərimizi itirəcəyik. Televiziya ən böyük təbliğat vasitəsidir. Nə vaxt baxacaqsınız? Nə vaxt izləyəcəksiniz? O gün ARB televiziyasının yayımını bir günlük bağladınız 24 saatlıq. Reklam haqqında qanuna düzgün əməl olunmamışdı. Elgiz Əkbər efirinə çağırdığı qonaqları ələ salır. Görmürsünüz onu? Aparıcılar açıq-açığına hədə-qorxu gəlirlər efirdə. Onları niyə görmürsünüz? Heç kim çörəyi qulağın dalına yemir. Oturub orada kəlmə güdmək lazım deyil. Görüm oku hansı aparıcı dedi, ujeni hansı aparıcı dedi, davayı hansı aparıcı dedi. Əxlaqsızlığı təbliğ eləyir efirdəkilər. Aparıcıların bəzisi efiri idarə eləyə bilmir. Qonağa elə sual verir ki, o sual efirdə səsləndirilə bilməz. Siz anlayırsınız bugün efirlərin durumunu? Məni bəyənmədiniz, uzaqlaşdırdınız televiziyadan. Anladım da. Yəni mən yaxşı aparıcı ola bilməmişəm. Və yaxşı dedim, bəhbəhlə efirlər verdiyiniz aparıcılar nələrdən danışır? Bir eləyin də analiz. Bir qədər efirləri səviyyəli eləsəz nə olacaq ki?